Mesela x'in üstü kök altta x, onun da üstünde kök altta x beraberdir 2 üstü 16. Kök altta 16 üstü kök altta 25 beraberliğinden x'i tapın. Həll. Deməli bizə verilib. X'in üstü kök altında x, bunun da üstünde kök altta x beraberdir 2'nin üstü kök altında 16, bunun da üstünde kök altında 25. Ve bu beraberlikten alırıq. X'in üstü kök altta x, kök altı x'i olduğu kimi saxlayırıq. Sağ tərəfdə belə bir sadələşmə aparırıq. 2'nin üstü kök altta 16'dan kök 4 çıxır. Kök altta 25'ten 5 çıxır, 4'ün üstü 5 alırıq. Ve burada alıram x'in üstünde kök altta x, bunun da üstünde kök altta x beraberdir. 2'nin üstü, 4'ün üstü 5'i yazıram. 4 vuraq, 4'ün üstü 5. 4'ün üstü 4. Deməli, 5 dənə 4'dür, onun birini ayırıram. Ve burada alırıq x'in üstünde kök altta x, bunun da üstünde kök altta x beraberdir. Bak bu ifade 2'nin üstü 4 bize verir 16. Yazıram onun yerine 16. 4'ün yerine, bu 4'ün yerine yazıram kök altta 16. Qüvvət 4'ün de yerine yazıram kök altta 16. Ve dikkat eləyin bərabərliyə. X'in üstü kök altta x, onun da üstü kök altta x beraber 16 üstü kök altta 16, onun üstü kök altta 16. Simmetriklik nəzəriyyəsinə görə buradan çıxır ki, sağ sol tərəflə sağ tərəfi diqqətlə izləsək, x bərabərdir 16 alınır. Beləliklə bu bərabərlikdən x'in qiyməti 16'ya bərabər.